MHM-dən də 39, 40. Tamam. Mən amma Edon işləyə bilmədim, mən atılmadı qrupa. Tamam. Mən gəlməni görmürəm, yoxsa ki görünmür. Nəyi? Yəni Mənim sizi mi? tərəfdən Yox, mən- mən özüm açmamışam kameranı. Elə bildim məndə də problem. Yox. Deməli, başlayaq sual-cavaba. Cəmilə xanım, başlayaq sizdə. Öyrəşmişik mənim sizi görməyə, ona görə belə yadında insan. Belə səsiniz gəlir, elə bildim məndə internetdə problem var, görünmürsüz. Deməli, ümumi təkrar vermişdik. Ay, Cəmilə yarabbim. xanım. Nə oldu? Heç nə. Cəmilə xanım, deyirəm ki, məzmun xəttləri arasındakı əlaqə inteqrasiya hansı növüdür? Fən daxili üfüqü, Ay, sağ ol. Müxtəlif fənlər arasında əlaqə. fənlər arası. Əla. Deyirəm ki, o hansı təfəkkürdür ki, məntiqi cəhətdən əsaslı və əsassız fikirləri ayırd edir? Tənqidi təfəkkür. Əla. Deyirəm ki, bu elə bir təfəkkür növüdür ki, əvvəlki bilik bacarığına əsaslanır və məhdud zaman çərçivəsi var. Real hadisə, real situasiya var. Praktik təfəkkür. Əla. Metakognitiv bacarıqlarda belə deyək də, özünü tənzimləmə deyəndə nə başa düşürsüz? Özünü tənzimləmə, yəni ki, məsələn, özünü tənzimlə iki cürdür, özünü refleksiya və özünü qiymətləndirmə. Ay, yox. Yox. Yox, bir dəqiqə hansıydı? Yadımdan sal özünü. 4 komponenti var idi. Məqsəd, Məqsəd müşahidə etmək, problem müəyyən etmək. məqsəd müəyyən edirdi, plan qururdu, emosiyaları tənzimləyirdi və uyğunlaşma. Düzdür, yadımdan çıxdı. Eyb yox. Tamam. Yaxşı. Biz indi hal-hazırda hansı tədris formasındayıq? Sinxron. Sinxron. Deyirəm ki, bu tədris forması şagirddən güclü motivasiya tələb edir. Güclü motivasiya tələb edir. Bəli. Yəqin ki, asinxrondur da, çünki özü özünü eləyəcək də, yəni öz öyrənməsi varsa. Bəli, ay, sağ ol, asinxrondur. Tamam, təlimin forma və modellərindən sual verirəm. Ortaya məhsul qoyulur. Layihə əsaslı. Layihə əsaslı, tamam. Yaxşı, deyirəm ki, müəllim bilik bacarığı ötürür, şagird sonra həmin o ötürülən bilik bacarığa uyğun olaraq gedir nəsə düzəldir. Hansı təlim modelidir? Yəni öyrəndiyinə əsasən dərsdə nəsə deyirsə, bu dərsdə layihədir. Ay, sağ ol, bu dərsdə layihədir. Tamam. Maraq oyatma ilə başlayıb müzakirə ilə bitər. Müzakirə ilə bitən, o biri sorğu əsaslı idi, bir də 5Y idi. 5Y qiymətləndirmə ilə bitirdi. Ay, sağ ol. Sorğuda müzakirə ilə. Doğrudur, bəli. Tamam. Rozenşaynda anlamanı yoxlamaq deyilən bir prinsip var idi. Hansı iki məqsədlə yoxlayırdı? Bir uşaqların, yəni öyrəndiklərini, yəni durur, dayanır görüm uşaqlar, yəni keçdiklərini bilirlərmi davam etmək üçün. Bir də uzun müddətli yaddaşa keçirmək üçün. Düzdür, doğrudur. Yaxşı, belə deyək. İş üsullarından sual verirəm. Deyirəm ki, şagirddə özünə inam hissi formalaşır. Beyin həmləsi. Beyin həmləsi dərsin hansı mərhələsində keçirilir? Cəlb etmə. Doğrudur. Bəs provokativ suallar dərsin hansı mərhələsində olur? Provokativ suallar, o da yəni cəlb etmə mərhələsindədir. O da cəlb etmədədir. Şagirdin anlama və marağını ölçən iş üsulu hansıdır? Anlamasını, marağını. Bəli, anlama və mənimsəmə səviyyəsini ölçən. Yəni ilkin biliklərini yoxlamaq üçün, yəni uşaqların klaster, BİBÖ klaster yoxlamaq üçün. BİBÖ-nün həm refleksiyada, həm də cəlb etmədə yəni eləmək olar. BİBÖ düzdür, bəli, BİBÖ həm anlamanı, həm marağı ölçür. Biri də var idi, orada da maraq var idi. Bir də yadıma salım, maraq. Başqa nə var idi orada? Başqa da bir şey deyin də, tək maraqla yadıma düşmədi. Anlamasını və marağını. Anlamasını. Bəli. Nəyi anlamasını bitirdik, yadıma salmaz iş üsullar var, ben yadımasam tez-tez. 2 dənə mənə maraqlı gələn. Mənim marağım 3-2-1. Mən bilirəm, bilmək istədiklərim. Sağ ol.
Bilirəm, bilmək Bilirəm. istəyirəm. Bu söz Ay, bilmək yox, bilirəm. istəyirəm. 3 dənə bildiyi, 2 dənə maraqlı qalan, bir dənə də Bəli, bilmədiyi. bəli. Bir də bibödə də bilirəm, bilmək Bilirəm. istəyirəm. Orada da ona maraqlı gəlir də. Yəni ikisidir. Bu keçən il miqə düşmüşdü bu sual. Tamam. İş formalarından fərdi işin çatışmayan tərəfi. Vaxt çatmır da, yəni çünki tək-tək uşaqlara ayrı. Bir də ki, uşaqlarda yəni heç bir əməkdaşlıq yəni olmur da, yəni tək olurlar. Bəli. Ünsiyyət və əməkdaşlıq, sosial bacarıqlar inkişaf etmir. Ay, sağ ol, qəşəng. Empatiya bacarığı hansında olur? Cütlərdə bir də qrupla. Çox qəşəng, bəli. Tamam. Planlaşdırmadan sual verirəm. Mövzuların ardıcıllığı hansındadır? Birlikdə. İllikdə. İlliyin ikinci adı nədir? Perspektiv. Reallaşdırılması nəzərdə tutulan əsas standart? Əsas standart o da illikdə. Bəli. Öyrənmə fəaliyyəti? O gündəlikdə. Gündəliyin ikinci adı? Cari. Cari. Tamam. Dəqiqə, gözləyin. Deməli, interaktiv təlimdən sual verirəm. Deməli, nədir interaktiv təlim? İnteraktiv təlim müəllim şagird, şagird arasında olan qarşılıqlı əlaqə. Qarşılıqlı fəaliyyət, yəni birgə təlim. Bəli, hansı iş forması olmur orada? Tək fərdi olmur yəni orada. Bəli, fərdi olmur. Tamam. Yaxşı. Differensial təlimi həyata keçirmək üçün hansı 3 məqsəddən istifadə edirik? Birinci, yəni uşaqlar arasında olan yəni fərqi görür ki, müəllim bilməlidir ki, yəni uşaqlar zəif ola bilər, yəni güclü uşaqlar ola bilər. Ona görə o dəstə müəllim onu yəni eləyir ki, yəni uşaqlar hamısı yəni iştirak eləsin. Yəni inklüzivi təmin etmək üçün də bir növ bərabər imkanları. Yəni şagirdin marağı, Hələ marağın o maraq. hazırlıq səviyyəsi, Bir də anlamaz. hazırlıq səviyyəsi, yəni gücü və zəif Onlar var tərəfləri. idi. Hə, onu deyirsiniz. Siz Bəli. potensialını, hazırlıq səviyyəsini, hə, bir də uşağın yaşını da, yəni marağını, hə. Bir də onlar, hə. Tərsləri birdə. Tamam. Qiymətləndirmədən sual verirəm. Şagirdin deməli, qiymətləndirmədən deyirəm, şagirdin mənimsəmə səviyyəsini ölçən qiymətləndirmə. Formativ qiymətləndirmə. Ay, sağ ol. Bəs nailiyyət səviyyəsini ölçən? Summativ. Bəli, nailiyyət summativdir. Doğrudur. Yaxşı. Deməli, sizə indi rəqəmsal platformalardan sual verirəm. O hansı platformalardır ki, orada suallar hazırlanır? Quizlə Kahoot-dadır. Sadəcə olaraq quizdə vaxt ərzindədir, ancaq onu dəstə eləmək mümkündür. Düzdür, hər ikisinə cavab anındaca görünür. Amma Bəli. quizi müəllim ev tapşırığı olaraq da verə bilər. Amma Kahoot-u yalnız yəni dərs vaxtında Bəli. yəni eləmək mümkündür. Bəs o hansıdır ki, dərsin hər mərhələsində istifadə etmək olur? Yəni Kahoot yoxsa quiz? Əslində yəni dərsin hər mərhələsi deyəndə, Kahoot-u yəni bütün mərhələdə istifadə etmək olur, amma dərs Ay, çərçivəsində Bəli, düzdür. Kahoot dərsin əvvəlində də ola bilər, izah mərhələsində də ola bilər, sonda da ola bilər. Təbii ki, hazırlayacağım sualları amma əvvəlcədən müəyyən etməliyəm ki, tutalım bunu mən dərsin əvvəli üçün nəzərdə tutmuşam, yoxsa sonu üçün. Düzdür. Yaxşı, başqa. Summativ qiymət, belə deyək, KSG neçənci sinifdən başlayır? 4-cü sinifdə. KSG, KSG də kiçik Bəli. summativ çalışdırıb PSG işləmə müəllim üzrlüsə Aha, 2-ci eybi yox. sinifdə. Bəli, KSG deməli, KSG 2-dən başlayır, BSG 4-dən. Mən PSG işləmə müəllim üzrlüsə. Eybi yox. Adaptiv yanaşma deyəndə nə başa düşürsüz? Adaptiv yanaşma yəni odur ki, uşaqlara ümumiyyətlə dərsi elə keçəsən ki, hamı uşaqlar bir ki, adaptasiya olsun dərsə, hər birini nəzərə alasan. Məsələn, sualları onlara uyğun verəsən. Ola bilər ki, biri başa düşmür, onun səviyyəsinə uyğunlaşdırasan, get-gedə yəni çətinləşdirəsən. Bəli. Onların yaş səviyyəsi, maraqlarını nəzərə alasan. Bəli, düzdür. Gardner nəzəriyyəsindən soruşuram. Beyin xəritəsi. Beyin xəritəsi verbal lingvistik. Beyin O xəritəsi. beyin xəritəsi, o onun şeylə qarşıma, bir məkan vizual.
Beyin xəritəsi, bəli. Bəs hekayə xəritəsi? Onunla karışdırdım müəllim elə. O şeydir, o verbal lingvistikdir. Bəli. Audio kitab? Kitab oxuyursa o yenə verbal lingvistikdir. Bəli, düzdür. Yaxşı, Qaniyedən soruşuram. Sizin xoşunuza gələn nəzəriyyə. Davam. Deməli, müəllim tutalım ki, dərsi izah edərkən həyati situasiyalar təqdim edir. Cəlb etmə. İzah edərkən? Dərsi izah edərkən artıq izah edirsən də öyrənməni təmin etməkdir. Sağ ol, öyrənməni təmin etmək. Bəs yaxşı, şagirdlərə istiqamət verirsə? İstiqamət verirsə, bu artıq yəni ona əks əlaqəyə girir də yəqin ki. Bəli, düzdür, əks əlaqə gedir. Tamam. Şəxsiyyət yönümlü yanaşmada konqruentlik nədir? Konqrentlik, yəni müəllimin dürüst olmağıdır da. Müəllim elə bil ki, başdan özünü elə göstərməlidir ki, tutaq elə bir situasiyadır ki, müəllim elə davranır ki, yəni sonra uşaq görməməlidir ki, müəllim yanlış davrandı da, səhvini tutmamalıdır. Müəllim yəni nə olsa dürüst olmalıdır. Yəni konqrentlik o deməkdir. Bəli, səmimi, dürüst olmalıdır. Tamam. Yaxşı, deyirəm ki, sinfin idarə edilməsindən şagirdə ötürülən mesajdır. Gözlənti. Sonunda cəza olur. Hansı təlim üsuluna deyirsiniz? Yox, sinfin idarə edilməsindən sual verirəm. Qaydada, qayda. Qaydalar. Bəli, doğrudur. Valideyn nə zaman iclasa gəlməz? Ya valideynin iş saatı çox olsa onda gələ bilməz, və yaxud da ki, müəllim o şeyi başda elə bil ki, nə deyirlər, konfidensiallığı qorumur da. Yəni iclasda yəni xüsusi olan söhbətləri hamı içində ümumi danışır, ona görə valideyn yəni gəlmək istəmir. Bəli, düzdür. Doğrudur. Yaxşı, bu linkdən sual verirəm. Əgər məktəb avadanlığına qəsdən zərər yetirirsə, fiziki bullying məqsədlidir yoxsa məqsədsiz? Məqsədli, Vasitəlidir yoxsa vasitəsiz? vasitəsiz. Yəni özü eləyir də. Ay, sağ ol. Sonra stimula cavab nəzəriyyəsindən soruşuram. Orada 4 qanun var idi. Biri təsir qanunu idi. Nədir təsir qanunu? Təsir qanunu, yəni ki, mən hansısa bir məsələn, təsir qanunu, məsələn, orada var idi pişik məsələn, getmək, çıxmaq istəyir. Görür axı elədiyindən bir nəticə əldə eləyirsə, onu davam elətdirir də elədiyinə. Bəli, yəni bir işin sonunda müsbət nəticə görürsə, Onu davam elətdirir. davam Yəni etdirir. işin Mənfi elə ki, görürsə, davam edib etməyəcəyi onun nəticəsindən asılıdır. bəli, düzdür. Əla. Çox qəşəng Cəmilə xanım, əla hazırlaşmısınız. Sağ ol. Buyurun. Kürsüm xanım, Bəli, müəllim, buyurun. deməli. Siniflər arasında əlaqə yaradırıqsa, inteqrasiya hansı növdür? Şaquli. Bəli, düzdür. Fəndaxili, şaquli. Tamam. Yaxşı, deyirəm ki, bir saniyə sıra ilə gedək. Məsəl üçün, şagird sosial şəbəkələrdəki məlumatın etibarlılığını yoxlayırsa, kompetensiyadan hansıların növüdür? Rəqəmsal. Doğrudur. Bəs yaxşı, təfəkkür olaraq? Tənqidi. Bəli, təfəkkür olaraq tənqididir. Tamam. Deməli, sonra deyirəm ki, tədris formalarından sual verirəm. Əks əlaqə anında sürətli baş verir. Sinxron. Düzdür. Şagirddən metakognitiv bacarıq tələb edir. Asinxron. Aha, düzdür. Sosial bacarıqlar inkişaf edir. Sinxron. Ay, sağ ol. Təlimin forma modellərindən sual verirəm. Deməli, deyirəm ki, problem əsaslı təlim modeli və layihə əsaslı təlim modeli. Müəllim necə istiqamət verir? Problem əsasında müəllim bir addım geridə durur, amma layihə əsasında şagirdlərlə bir yerdə də, yəni addımlayır. Deməli, düzdür. Yaxşı.
Deməli, illik və gündəlik planlaşdırmada bir model öyrənmişdik. O ardıcılığı deyə bilərsiniz, geriyə planlama. Geriyə planlamada deməli birinci təlim nəticəsi, ona əsasən qiymətləndirmə, meyarları, qiymətləndirməyə əsasən də qiymətləndirmə ondan sonra öyrənmə fəaliyyəti. Amma hər ikisi də təlim nəticəsinə əsasən qurulur, düz. Ay, sağ ol. Bəli, hər ikisi də məqsədə əsasən olur. Limitsiz cavabları olan sual tipləri. Açıq sual. Məhdud Açıq sayda sual. olanı qapalı sual. Ay, sağ ol. Açıq sual hansı təfəkkür inkişaf etdirir? Tənqidi təfəkkür, yaradıcı. Bəli, düzdür. Tamam. Mən sizə sual verəcəm. Siz mənə deyəcəksiniz ki, cəlb etmədir yoxsa refleksiya. Provokativ suallar Cəlb etmə, 3-2-1, refleksiya, cümlə kökləri, refleksiya, çıxış bileti, refleksiya, beyin əmləsi, cəlb etmə, əla. Düzdür. İş üsullarından sual verirəm. Sualın cavabından sual çıxırsa, Sokrat, Sokrat dialoqunda hansı təfəkkür var? tənqidi, Tənqidi dediniz də, düzdür? bəli, tənqidi, Hə. Sokrat dialoqu Gardner nəzəriyyəsində hansı intellekt tipindədir? riyazi, məntiqi riyazi, Düzdür. Deyirəm ki, bu elə bir iş üsuludur ki, burada mətndən bir söz seçib o sözün tərifi, xüsusiyyətlərini yazırıq. Freyer, Freyer modeli Gardner nəzəriyyəsində hansı intellektdədir? lingvistik, Düzdür. İş formalarından qruplarla işin çatışmayan tərəfi. qruplarla iş. Çatışmayan, mən burada metakognitiv bacarıqlar da olar da. Çatışmayan. Tamam, yaxşı. Metakognitiv. Sonra. Burada məsələn qruplarla işdə bir şagird məsələn geridə ümumiyyətlə məsələn şagirdlərdə passivli müşahidə oluna bilər də Hı hı. məsələn şagirdlər arasında. Yəni hamısı eyni anda, yəni bərabər səviyyədə dərsə cəlb olunmaz məsələn. Yəni belə deyək də, qruplarla işdə bir uşaq dominantlıq edə bilər, digərləri passiv qala bilər. Belə suallar tez-tez düşür. O zaman da nə edirik? Rol bölgüsü edirik uşaqlar arasında. İkinci halda qeyri-işgüzar səs-küy ola bilər, yəni xaotik səs-küy. Buna görə də müəllim və şagird birlikdə qrup işi qaydaları qoymalıdır. Tamam, yaxşı. Öyrənmə tərzlərindən soruşuram. Şagird bir şeyi səhnələşdirirsə hansı öyrənmə tərzidir? Kinestetik, Gildən heykəl düzəldirsə, kinestetik, deməli, xəritələrlə işləməyi sevirsə, vizual, düzdür, vizualdır. adı yadımdan bir anlıq çıxdı. Deməli, Google Classroom nədir? Mən bu da elə bir ki necə nədir? Proqramdır da. Bəli. Elə bir ki həm məsələn mənim dərsi tədris eləyəndə orada elə bir ki platformlar olur. Məsələn materiallar və yaxud da ki ev tapşırıqları. Yəni hamısı elə bir ki ayrı-ayrı olur. Bu cür bir platformda. Aha, bəli. Deməli, Google-da yəni sinif otağı yaradırıq da bir sözlə və hər Məsələn şey vacib orada olur. məsələn məlumatlar zətdə o bildiriş yerləri olur məsələn. Bəli, ay sağ ol. Tamam. Qiymətləndirmədən sual verirəm. Şagird nailiyyətinin izlənməsi. Formativ, Düzdür. Müəllimin planını effektiv təşkil etməsinə yardım edən. Yəni nəyi hardan başlayacağını bilməsi. diaqnostik, Ay, sağ ol. Düzdür. Böyük summativ bütün fənlər üzrə hansı siniflərdə keçirilir? bütün fənlər üzrə. Deməli mən 4, 9, 11-ə çıxmaq şərti ilə digər elə ki 4-dən yuxarı siniflər qalır. 5, 6. Tərs dediniz. 4, 9, 11-də əksinə bütün siniflər üzrə olur. Buraxılış sinifləri də axı. Buraxılış sinifində. Buraxılış sinifində bəli, hamısından olur.
Digər siniflərdə seçilir də Əsas məsələdir. gəlmir. Ay sağ ol. Refleksiv yanaşma nədir? Refleksiv yanaşmada, yəni müəllim də özünü Ay yəni elə sağ bir ol. də keçdiyi Bəli, dərsi, bəli. bəli, ki, Fəaliyyət. yəni məsələn bu dərsdə şagirdlər təlim nəticəsinə nə dərəcədə çatdılar, Hı nə -hı. dərəcədə öyrənmə prosesi baş verdi bu. Düzdür. Bəs konstruktivizm nədir? Konstruktivizm. Burada elə bil ki, şagird əzbərçiliyə deyil, yəni şagird özü öyrənsin, aktiv öyrənmə, özü tədqiqat aparır, araşdırma aparır, belə, yəni Bəli, yəni bilik qurucusudur. Özü gedir, araşdırır, özü tapır cavabı. Tamam, Piaget'dən sual verirəm. Həddən artıq ümumiləşdirmə məntiq xətası. həddən artıq bu ilkin əməli, Egosentrizm, ilkin, abstrakt düşüncə, formal, abstrakt hesablama, konkret, əla. Daniel Golemandan soruşuram. Hisslər, intuisiya hansı açar sözdür? Ay, sağ ol, bəli. Artıq reaksiya verirsə, idarə etmə, bəli, idarə etmədir. Tamam, yaxşı. Bəs Vygotsky-də yiz nədir? yaxın inkişaf zonası. Elə bil ki, burada şagird hələ öyrənmə mərhələsindədir. Tam Bəli, öyrənmir. Orada məsələn scaffoldingli eləyirik biz həmin zonada. bəli. O zonada bir scaffolding var. Doğrudur. Yaxşı. Bandurada müşahidə əsaslı öyrənmə demişdik. Bu necə olur? Deməli bu elə bil ki, məsələn biz müşahidə eləyərək, bu məsələn mərhələləri var idi. Birinci diqqət, yadda saxlama, reproduksiya, yəni tətbiq etmə, sonra da motivasiya. Yəni ki, məsələn biz uşaq elə bil ki, müşahidə eləyir. Müşahidə elədiyinin nəticəsi müsbətdirsə, o da onu eləməyə çalışacaq. Bəli. Tamam. Belə canlı model var idi, simvolik Aha. model var idi, bir də təlimat verərək. Bəli. Doğrudur. Doğrudur. Tamam. Sosial emosional öyrənmənin komponentləri. Özünü dərk, özünü idarə etmə, empatiya, qərar qəbul etmə, münasibətlərin idarə olunması. Düzdür. Müəllim-şagird valideyn münasibətlərində əgər valideynin iş saatı çoxdur və icrası gələ bilmirsə, nə etməliyik ki, övladı haqqında məlumatlı olsun? Xəbər bülteni mən Ay, hazırlaya bilərik ki, orada məsələn məlumatlar paylaşa bilərik. Yəni də davamlı olaraq. Bəli, bəli. Əla, düzdür. Çox qəşəng Kürsüm xanım, siz də qəşəng hazırlaşmısınız. Əla. Çox sağ olun. Buyurun. Mənim bir də Elnarə müəllimə qrupa özü də müzakirə qrupuna yazıb ki, qoşulmaq istəyir, amma qəbul olunmayıb desən. Qəbul gəlməyib bax mənə işinə. Mənə gəlməyib. Onun özünə şəxsinə atın da. Müzakirəyə çünki atıram, orada hamı qoşulur, altdan cavablar yazırlar. Mən də belə fərdi sual cavab edəndə istəmirəm kimsə cavab yazsın. Özünə şəxsiyə atın. Oldu mənim topladım. Deməli, Ləman xanım buradasınız. Bəli, mənim buradayım. Ay, sağ ol. İndi başlayaq sizlə. Başlamasın. Hə? Nə oldu? Başlayayım mən başlayayım. Başlayaq, hə. Başlayayım. Qübdən qəbul edeyim. Gözləyim. Hə. Deməli, kompetensiyalardan soruşuram. Deyirəm ki, tənqidi təfəkkürün inkişafı, debat, informasiyaların toplanması, düzgün emal edilməsi hansı kompetensiyadır? Savadlı, Ay, sağ ol, düzdür. Risk almaq, yaradıcı təfəkkür hansındadır? risk almaq hesabatla bağlı idi. Aha, bəli, bəli, düzdür. Sahibkarlıq. Sahibkarlıq.
Düzdür. Tamam. Deyirəm ki, təfəkkürdən sual verirəm. Deməli, məntiqi təfəkkürün düşüncə növlərindən soruşuram. Səsli düşünmə. Verbal. Deməli, problemə tez zamanda həll yolu tapır. Hmm, o divergentlə konvergent idi. Hə, onlardandır, bəli. Divergent. Tez zamanda tapır axı. Onda konvergent. Bəli, divergent çünki çox düşünür. Tamam. Deməli, bu təfəkkür növü bir şeyi həll edərkən bunu hissələrə parçalayır. Bir-bir araşdırır. Ardıcıl. Yox. Təfəkkür olaraq soruşuram. Hə, məntiq onlarda. Analitik təfəkkür. Ay, sağ ol, analitik təfəkkür. Bəli. Biliyin ən mürəkkəb növü. Metakognitiv. Yox, metakognitiv ən üstü. Ən mürəkkəb prosedural. Yox. Konseptual. Konseptual. Bəli, konseptual mürəkkəbdir. Əsərlərin təhlili biliyin hansı növü olar? Əsərlərin konseptual. Əsərlərin təhlili, bəli, konseptual. Bəs yaxşı, desəm ki, fonetik təhlil, Fonetik də prosedural. fonetik təhlil, bəli, prosedural, düzdür. Tamam. Arxadan səslər gəlsə üzr istəyirəm. Eybi yox, eybi yox. Deyirəm ki, maraq oyatma ilə başlayıb müzakirə ilə bitən təlim modeli. Manevratmenlə başlayıb müzakirə ilə bitən təlim modeli. 5E də var, amma 5E sonunda qiymətləndirmə ilə bitir. Təlim modellərindən. Yəni birbaşa təlim onlar deyirsiniz də müəllim? Təlim modelləri, bəli, onları deyirəm, amma cavab o deyil. Sorğu araşdırma əsası. Bəli, müzakirə ilə bitən sorğu araşdırmadır, doğrudur. Plagiatlılıq yoxlanılır hansındadır? Plagiatlıq. Sorğu araşdırma əsaslı. Yox. Bilmədim. Layihə əsaslı da. Axı məhsul qoyurlar ortaya və onun plagiatlığı yoxlanılır ki, kopya çəkməsinlər də, belə deyək. Tamam. Yaxşı. İllik və gündəlik planlaşdırmadan Yəni uzun da yəni. Nə? Mənim səsiniz gəlmədi. Şəbəkədə problem var deyə. Hə. Dedim ki, layihə əsaslı da olur da, yəni orada məhsul qoyurlar axı ortaya. Onun plagiatlığı yoxlanılır. İllik və gündəlik planlaşdırmadan soruşuram. İlliyin ikinci adı? İllik planlaşdırmanın ikinci adı. Həmən səsiniz qırıq-qırıq gəlir, mən də başa düşmədim. Müəllim, Perspektiv müəllimə, perspektiv. Bəli, perspektiv. Aşağısı müəllimə, Aşağısı. Ləman müəllim də sağ olsun, müəllim yönətdi, qoşuldum, siz də sağ Bəli. olun. Mənə gəlməyib qəbulu, yoxsa eləyərdim. Bəli müəllim, nədənsə mən həmişə linkə vuranda daxil olurdum, amma indi nəsə elədim müəllim, alınmadı. Sonra Ləman müəllimə yönətdi, qoşuldum. Sağ olun. Buyurun. Deməli, mövzuların ardıcıllığı. Yəni hansı planlaşdırmadadır? Gündəlik, Yox. illik planlaşdırma. Bəli, bəli. Qiymətləndirmə meyarı. Qiymətləndirmə meyarları. Bəli. Hansındadır? Bu planlaşdırmadan deyirsiniz. Bəli, bəli. Gündəlik, Ay, sağ ol. Tədris vahidi? tədris var, gündəlik. Yox, o bölmədir, illik. Bölməc illik.
Bəli. Differensial təlimdən soruşuram. Müəllim fəaliyyəti hansı komponentdədir? Müəllimin fəaliyyəti məzmun, Yox. Proses. proses, dərs bu, orada şagirdlər deyil. Bəs. Yox. Şagirdlər nəticədədir. Deməli, adaptiv yanaşma nədir? Adaptiv yanaşma, yəni şagirdlərin hamısının dərsə adaptasiya olmasına təmin etmək, yəni onların maraqlarını dərsə cəlb etməsi üçün onların maraqlarını yarada biləcək üsullardan istifadə etmək. Yəni şagirdlər dərsə adaptasiya olsunlar deyə dərs boyu uzun bir müddət. Müxtəlifliyi nəzərə almaq, bəli, hamını cəlb etmək, düzdür. Müəllimə, Bəli. mən bağışlayın bir sual verə bilərəm. Bəli. Müəllimə Bəli. dedi ki, qiymətləndirmə meyarı gündəlik planlaşdırmada. Ancaq qiymətləndirmə desək onda hər ikisinə götürürük. Bəli, onsuz da ancaq qiymətləndirmə demir. Qiymətləndirmənin adını deyə bilər. Hə. Amma Bəli, qiymətləndirmə meyarı yalnız gündəliyə yalnız, götürür. bəli, çünki yalnız formativdə meyar olur. Bəli, bəli. Diaqnostik summativ illiyə gedir. İlliyə gedir. Bəli. Deməli, Gardner nəzəriyyəsindən soruşuram. Planlı və məqsədli olmaq. Riyazi, məntiqi riyazi, Yox, fərd daxili, bəli. Göz önündə olmağı sevir. Gardner'dəndir. Bəli. Səsim gəlir müəllimə? Gəlir səsiniz. Gardner'dən sual Bəli, verirsiniz. bəli, bəli. Şəxslər arası, Düzdür. Piaget'dən soruşuram. Dilin inkişafı. ilkin, 2 yaşdan sonra ilkin əməli, Ay, sağ ol, düzdür. Deməli, Gagne'dən sual verirəm. Orada deyir ki, abreviaturalardan istifadə etmək. öyrənməni təmin etmək, Bəli, düzdür. Yoldaş qiymətləndirməsi, özünü qiymətləndirmə. onlar haqqında danışın. Yox, Gagne'dən danışıram. Gagne'də hansı mərhələdir? Yoldaş qiymətləndirməsi, əks əlaqə, Bəli, əks əlaqə. Kolbergdən soruşuram. Deyir ki, xaos olmasın, hər şey öz yolunda olsun, qaydalara sevərək əməl edir, bütün cəmiyyəti bir mühakimə altında görür. səlahiyyətli və sosial səlahiyyəti idi. Bəli, düzdür. Yaxşı, ədalət axtaran. Sosial müqavilə, Bəli, düzdür. Deməli. Daniel Golemandan sual verirəm. Sosial bacarıqlar, liderlik, inandırıcılıq bacarığı münasibətlərin idarə edilməsi, doğrudur. Bullyingdən sual verirəm. Qeyri-fiziki bullyingin növləri. verbal, qeyri-verbal, Və sosial. Şayələrin yayılması. verbal, qeyri-verbal, sosial bullying, Bəli, şayələrin yayılması. kiber, Yox, sosialdır. Oldu, təşəkkür kiberdə edirəm. yayılma, Yox. Şayələrin yayılması adətən sosial bullying sayılır. Yox, kiber sayılmır. Kiberdə gərək mütləq şəkildə sosial şəbəkənin adı deyilsin.
Yəni sadəcə şayə yaymaq deyən kimi kibir deyə bilmərəm. Yəni sosial şəbəkəni görməliyəm. Bəli, kibirdə də olar, əlbəttə olar. Belə baxanda kibirdə də mesaj yazmaq var da, sözlərlə təhqir var. Amma niyə kibir gedir o, verbal getmir? Gərək yəni o sosial şəbəkənin adı deyilsin ki, o kibir olsun. Tamam, təşəkkür. Çox sağ olun. Buyurun. Deməli, Cəmilə xanım, Gürsüm xanım dedik. Fidan xanım. Cavab vermək istəyirsiniz? Salam müəllim, mən deyirsiniz? Salam. Bəli, Müəllimə bu günlük dinləsəm olar? bəli, olar. Çox sağ olun. Buyurun. Validə xanım. Bəli, o cavab verər, o cavab Bəli, versin bəli. müəllim. Bəli, Validə xanım hazırsın yəqin ki. Müəllimə, mən də bu gün dinləyicisi olmaq Hə? Hə, yaxşı. Fidan Bilirəm, siz Diyanlı təcərrüd bilirəm, siz Fidan xanımsız deyirsiniz ki, anca bərabər, kanca bərabər. O cavab vermirsə, mən də verməyim. Bəli, müəllimə, bəli. Sabah inşallah cavab verərik müəllim. Yaxşı. Tamam. Şahnaz xanım. Bəli, müəllimə. Ümumi sual cavabdır da, bilirsiniz. Demişəm Bəli. yəqin. Bəli. Deməli, kompetensiyalardan soruşuram. Deməli, tolerantlıq göstərmək, ayrı seçkilik etməmək, dinindən, cinsinə, irqindən fərq qoymayaraq, yəni ayrı seçkilik etmirik, dözümlülük göstəririk. Hansı kompetensiyadır? Neydi o? Fəal vətəndaşlıq. Yox. Elnarə xanım, nə idi o? Bəli, müəllimə. Mən bir də zəhmətdən keç. Deyirəm ki, ayrı seçkiliyə yol verməmək, dözümlülük göstərmək, dinindən, cinsindən, irqindən asılı olmayaraq. Müəllim, Milli kimliyin dərki. Mədəni müxtəliflik. mədəni müxtəliflik. Mədəni Bəli, yəni söhbət müxtəlif mədəniyyətlərdən gedirdi. Deməli, deyirəm ki, öz ölkəsi, vətəni haqqında daim məlumatda olmaq. Bu fəal vətəndaş. Bəli, bu fəal vətəndaş mövqeyidir. Və mən burada bir daim sözü işlətdim. Bu affektiv taksonomiyaya görə hansı mərhələdir? Xarakterizə etmə. Ay, sağ ol, düzdür. Deməli, bir neçə işi eyni anda etmək, psixomotor taksonomiya. Artikulyasiya müəllimə. Bəli, doğrudur. Müxtəlif manevrlardan istifadə edərək bir işi görmək. Qısa zamanda görmək, o təbiiləşmə. Qısa zaman demədim axı, siz niyə dediniz? Bəli, qısa zamanda təbiiləşmədir, amma qısa zamanda demirəmsə. Qısa zamanda demilir. Necə? Onda o dəqiqlikdir də. Dedim ki, sualımı belə unutdum. Məncə dedim ki, bir neçə işi eyni anda görmək. Deyəsən bu sualı verdim Yox, də. elə demədiniz. Dediniz ki, deyəsən müxtəlif manevrlərdən. Hə, müxtəlif manevrlardan bəli istifadə edərək işi görmək. O artikulyasiya. Bəli, bu da artikulyasiyadır. Bu da Bəli, artikulyasiyadır. Hə, Bəli. çünki manevr müxtəlif manevr deyirik, hə. düzdür. Bilikdən sual verirəm. Şagird özü üçün strategiya müəyyən edir, plan tərtib edir. Metakoqnitiv bilik. Bəli. Deyirəm ki, məsələn, tənlik həll etmək biliyin hansı növünə gedər? Tənlik həll etmək, prosedural. Bəs taksonomiya olaraq? Taksonomiya olaraq deməli tətbiq etmək. Tətbiq etmək. Tamam. Əgər bir əsərləri təhlil ediriksə, biliyin hansı növüdür? Əsəri təhlil ediriksə, konseptual bilik. Düzdür. Bəli. Fasilitator müəllimin hansı funksiyaları var? Deməli, fasilitator müəllim yalnız biliyi ötürən deyil. Məsələn, demişdik ki, mürəkkəb mövzuları kiçik mövzular şəklində, kiçik dərsləri bölərək keçə bilər.
Məsələn, mürəkkəb mövzuları bir neçə dərsə bölərək keçə bilər, sadələşdirə bilər mövzuları. Belə deyək ki, məlumatla təmin edən funksiyası, tədqiqatçı funksiyası, bələdçi funksiyası, Bələdçi, düzdür. istiqamət verir, öyrənmə şəraiti yaradır, Motivə resursla təmin edici, edir. o da var Bəli. idi. Deyəsən, bəli, müəllimə. Məktəb daxili qiymətləndirmənin növləri. Summativ qiymətləndirmə, formativ qiymətləndirmə, bir də diaqnostik qiymətləndirmə. Bəli. Əvvəllərdə aparılan Diaqnostik qiymətləndirmə. şagird nailiyyətini İzləyən formativ qiymətləndirmə. şagirdi inkişaf etdirərək məqsədə doğru aparan, O da formativ qiymətləndirmə. şagird nailiyyətinin müəyyən edilməsi. O summativ qiymətləndirmə. Bəli, düzdür. Deməli, əməkdaşlığa əsaslanan öyrənmə deyəndə nə başa düşürsüz? Əməkdaşlığa əsaslanan öyrənmə, yəni əsasən qruplar şəklində öyrənmədir də bu müəllimə. Qruplarla iş formasından istifadə edərək tədrisi təşkil etmədir. Bu cür öyrənmədə şagirdlərdə sosial bacarıqlar inkişaf edir də. 4K bacarıqları, sosial Düzdür. bacarıqlar. Düzdür. Tamam. Yaxşı. Şəxsiyyətin formalaşması və inkişafında müəllimin rolu var. Orada xarakterin formalaşmasının 5 növü var idi. Məsələn, biri bu idi: əxlaqi dəyərlərin olmadığı dövr. Yəni bu hansı dövr sayılır? Əxlaqi dəyərli o 2 yaşa qədər olan dövrdür də. Ay, sağ ol, bəli. 2 yaşa qədər olan dövr. Düzdür. Bəs desəm Hərəkətlərini ki, bilmir də uşaqlar. bəli, düzdür. Dərk eləmirlər. Yəni, Bəs desəm ki, ənənələrlə ayaqlaşma dövrü? ənənələrlə ayaqlaşma 2-6 yaş arasıdır da. Yox. O özünə yönəlmədir. Ənənələrlə 6-11 yaş arası. Bəli. Yəni Piaget-lə desək konkret əməlliyə Konkret uyğun. əməli 11 yaşdan yuxarıda rasional dövr idi. Bəli. Deyirəm ki, bir insan maşın sürərkən istəyir ki, çox sürətli şəkildə sürsün, yəni çox xoşuna gəlir də. Amma bilir ki, çox sürətli sürsə radara düşəcək, buna görə ona cərimə gələcək, ona görə də sürmür. Kolberqə görə hansı mərhələdədir? Bu qəbul olunma. Yox, itaət və cəza. Ay, sağ ol. İtaət cəza hansı səviyyədir? Postkonvensional. Yox, post ən üstü. Prekonvensional. Prekonvensional. Ay, Sonra sağ ol. konvensionalda, ən sonuncu postkonvensional. Bəli, düzdür. Koqnitiv öyrənmə, Jerom Brunner nəzəriyyəsi. Orada spiralvari kurikulum var idi. O nə deməkdir? O Brunner, yəni Piaget-in tam əksinə deyirdi. Yəni Piaget deyir ki, fikir belə idi ki, şagirdlərin məsələn mövzular yaş səviyyəsinə görə keçirilməlidir. Amma Brunner isə tam əksinə, yəni hər bir çətin mövzunu istənilən yaşda şagirdlərə öyrətmək olar. Sadəcə onlara məsələn sadə şəkildə. Məsələn, şagird sinifdən sinifə keçdikcə mövzular çətinlik dərəcəsi artırılaraq şagirdlərə mənimsədilməlidir. O da, yəni şagirdlər hər məsələn yuxarı sinifdə mövzunu ilkin biliklərinə əsasında öyrəndikləri üçün daha yaxşı qavrayırlar da. Elə bir spiral şəklində gedir. Onlarda biliklər formalaşır. Möhkəm olur bu cür biliklər. Bəli, düzdür. Tamam. Yaxşı. Daniel Golemandan soruşuram. Orada deyirik ki, məsələn, şagird öz hisslərini cilovlaya bilmirsə, hansı səviyyə inkişaf etdirilməlidir? O özünü dərk. Yox. Özünü idarə etmə. Bəli. Çünki özünü cilovlaya bilmir də, yəni özünü idarə edə bilmir, tənzimləyə Yəni bilmir idarə emosionunu. edə bilmir. Bəli. Tamam. Bərpa edici yanaşma deyəndə söhbət nədən gedir?
Müəllimə, bərpa edici yanaşmada məsələn şagirdin yanlış davranışını cəza ilə deyil, məntiqə əsaslanan formada məsələn düzəltmək olar da, belə yadımda qalıb. Məsələn, Bəli. ona sual vermək olar ki, tutaq ki, sinif yoldaşına hər hansı bir yanlış davranış göstəribsə, ona məsələn sual vermək olar ki, məsələn özünü necə hiss eləyirsən, məsələn sinif yoldaşın bu hərəkətə görə özünü necə hiss eləyir. Yəni onda empatiya hissi yaratmaq olar. Aha. Şagird özündə məsuliyyət hiss edərək davranışını düzəldə bilər. Məsələn, cəza ilə düzəlsə o yəni qorxu yaranacaq şagirddə. O da qısa müddətli ola bilər də o davranışını düzəltməsi. Amma Bəli. özünü dərk edərək, məsuliyyət hissi özündə yaradaraq davranışı düzəltsə, o uzun müddətli ola bilər. Düzdür. Tamam. Yaxşı. Başqa. İş üsullarından soruşuram. Deyirəm ki, şəxsi konseptual anlayış. O qərarlar ağacı. Yox. Müzakirə xəritəsi. Bunların adını qarışdırıram həmişə. Bəli. Deməli, deyirəm ki, mövcud biliklərin aktivləşdirilməsi var. Əsas anlayışa aid şagirdlər sözləri tapırlar. Klaster. Bəli, klasterdə məntiqi təfəkkürün hansı düşünmə növü var? Burada sistemli düşünmə. Yox, induktiv. Yox. Deduktiv. Bəli, bəli, deduktiv. Deduktiv. Tamam. Empatiya və idarəetmə bacarığı hansı iş üsulundadır? Empatiya və idarəetmə bacarığı. Bəli. Simulyasiya, rollu oyunlar. Bəli, düzdür. Simulyasiya və rollu oyunlar. Əqli hücum iş üsulunda hansı təfəkkür daha çox inkişaf edir? Tənqidi yaradıcı təfəkkür. Bəli, şagirdlər auditoriya qarşısına çıxış etmə bacarığı formalaşır. O debatda. İnandırma və əsaslandırma, arqument gətirmə bacarığı formalaşır. Debatda. Əla, təşəkkür edirəm. Elnarə xanım, sual-cavab edək. Bəli. İş üsullarından sual verirəm. Deyirəm ki, bu elə bir iş üsuludur ki, mən bundan istifadə eləsəm, 4 iş formasından da istifadə etmiş olaram. 4 iş formasından mən bir bölməliyəm. Yox. İş forması. Ziqzaq müəllimə. Yaxşı, sualı belə verim. İş formaları hansılardır? Mənim sadalayım adlarını bir. Bəli, bəli. Mənim bir ziqzaq. Yox, onu demirəm. İş formalarını deyirəm. Bunlar iş üsullarıdır. İş üsulları. İş formaları fərdi Fərdi müəllimə, kollektiv cütlərlə, və fərdi kollektiv cütlərlə müəllimə bir də ki, qruplarla. qruplarla müəllimə. Ay sağ ol. Mən də deyirəm ki, indi o elə bir iş üsuludur ki, onu eləyəndə 1:45 dəqiqənin içində həm fərdi, həm cüt, həm qrup, həm bütün siniflər iş formalarından istifadə edirik. Bəli, müəllimə bu klass dediydi müəllimə. Yox, bu düşün, cütləş, bölüş, paylaş. Paylaş müəllim, bəli. Sonra bir də qar topu var idi. Bəli, Və bir də sinif küncləri var idi. Üçündə də 4 iş formasına istifadə edirdik. Sualın cavabından sual çıxırsa, bu hansı iş üsuludur? Müəllim, bəli, sualdan müəllim sual çıxır, müəllim, bu bir böldür. Yox, müəllimə, beyin hərfləsi müəllim. Yox, beyin əmləsi deyil. Müzakirə iş üsuludur. Müzakirə, müəllimə. Sokrat dialoqu. Sokrat dialoqu. Tamam, differensial təlimdən sual verirəm. Differensial təlimdə şagird fəaliyyəti hansı komponentdədir? Differensial təlimdə şagird komponenti mən sualı mənim tam neysə özüm üçün başa düşə bilmədim mən. Yəni ki, məsələn deyirəm ki, şagird rəsm çəkib
gətirib mənə təqdim edir. Bəli. Hə. Bu hansı differensial təlimin hansı komponentidir? Mənim meta kabineti mən özü Yaxşı, belə deyək. Differensial təlimin 4 dənə komponenti var. Məzmun, proses, nəticə, qiymətləndirmə. qiymətləndirmə. Hə, indi şagird fəaliyyəti hansına aid oldu? Məzmun, nəticə, mənim dediyiniz qiymətləndirmə, mənim qiymətləndirmə. Yox, nəticəyə aid oldu Nəticə, şagird. bəlkə çəkib sizə göstərdirsə, hə, nəticəsini. Biraz təkrarlayarsınız Elnarə xanım, yaxşımı? Bəli, mənim onlardan. Deməli, evə dediniz nə testləri vermişdik? Etudan mən deməli yadımdan çıxdı. 47, 48, 49. 3 dənə. Hı, tamam. Bitdi də Edu onda bizdə elə. Bəli, müəllim. O biri qruplara demişəm, sizə də deyim. Mən bir qrafik müəyyən edəcəm. Bir qrupların çoxu birləşəcək, ya bəlkə də hamısı birləşdi. Çünki onsuz çox adam artıq çıxıb da. Hər qrupda 3-4 adam qalıb. Bilirsiniz də ilk dəfədir ki, belə imtahanın vaxtı da uzandı. Bütün elə bir hamının işi axsadı da. Bizim artıq müsahibə dərslərimiz də başlayırdı ya, qrafikimiz yoxdur da, onlara verə bilmirik gün. Onların da imtahanı avqustda olur, sertifikasiya müsahibələr. Mən sizə saatı deyəcəm ki, hansı saatlar, hansı günlər dərslərə qoşulacaqsınız. Yaxşımı? Müəllimə, bizimki açıqlandı. Müəllimə nə vaxt olacaq? Yox, MİQ-in hələ vaxtı açıqlanmayıb, amma belə görürük ki, uzanacaq da, yəni 17-23 arası kimi deyirlər ki, imtahan o zaman olacaq. Hə, biz də o vaxta kimi belə getsək, ondan sonra da sertifikasiyanın müsahibəsi başlayır. Yəni indi normalda biz onlarla başlamalıydıq da, belə gözləmirdik axı. Güya ki, biz elə bilirdik 8 imtahan bitir, ayın 10-undan da müsahibənin hazırlığı başlayırdı. Elə oldu ki, aləm dəydi bir-birinə. Ona görə məcburuq ki, qrupları belə birləşdirək. Zaten çox qrup bitirib, MH bütün kitabları bitirib, ancaq daha çox bir əlavə sınaq hazırlayıb elə ümumi göndərəcəm. Bir də ki, sual-cavab olacaq. Müəllimə, bu Bəli. 130 sual var, Bəli. qəbul tipli suallar. Bəli, bəli. Onların hamısının cavabı var sizdə. Onun cavablarını mən belə durub yazmamışam da, açıq vaxt tapmamışam. Amma onun videosu var YouTube'da. Açıqdır, hamıya açıqdır o Bəli, video. bəli. Siz mənim YouTube kanalıma girərsiniz, ya da yadıma salarsınız dərsdən sonra mən sizə göndərərəm o videonu. Yo, bilirəm, hə, YouTube kanalınızı bilirəm. Yaxşı, YouTube müəllim. kanalında canlı hissəsinə girərsiniz. Çünki canlıdır. Aydın, sağ olun. Buyurun. Müəllimə, bir şey soruşa Bəli. bilərəm. Bəli, bəli. Bizdə məsələn imtahan bu qədər gecikdi. Bizim müsahibə nə vaxt olacaq? Bizə yəni ona yetərli Elə. vaxt olacaq hazırlaşmağa. Elə əslində MİQ-inkilərdə belə deyim də, əslində sertifikasiyalar həmişə sentyabra çəkirdi. MİQ-inkilər avqustda olurdu. Hətta məsələn keçən il Gəncə Goranboy zonasından müəllimlər var idi müsahibədə də, sertifikasiya oktyabrda oldu. Biz sizlərlə hazırlığa başlamışdıq. Eyni zamanda onların müsahibəsini keçirdim. Onlar oktyabrda olmuşdu, uzanmışdı. Amma indi rəsmi şəkildə elan olunub. Məktəbdə də müəllimlərə deyib ki, direktorlar, yəni də rəsmi gəlib də xəbər. Müsahibə olacaq avqustda, sertifikasiya. İndi sizinki də çox güman ki, imtahan verdiniz, cavablar çıxdı. Düzdür, zaten həmişə elə olur. Cavab çıxandan sonra artıq bu adam bilir ki, nə yazıb, nə yazmayıb. Yəni də balınızdan artıq bilirsiniz də, harasa düşmə ehtimalınız var. Başlayırlar müsahibəyə. Çünki maksimum bir ayınız olur. Yəni ondan o tərəf olmur. Az olur ki, çox olmur da, belə deyək. Yəni əslində MİQ-inkilər də avqustda olur. Çünki sonra sentyabrdan dərs başlayır axı, bölünməlidir bu müəllimlər məktəblərə. Müsahibədən ya keçirsən, ya keçmirsən də, bu proseslər də var. Yəni MİQ-inki ona görə olub bitməlidir. İnşallah sizinki də indi əgər həqiqətən də iyulun 23-nə kimi imtahan olub bitsə, çox güman ki, MİQ-in müsahibəsi avqustun sonlarına çəkəcək. Bildim müəllimə, bildim. Çox sağ olun. Buyurun. Biraz bu il çox qatdılar, qarışdırdılar. Yəni hamının planlarını, hamının işlərini pozdular da, belə deyək. Belə Edudan dediniz ki, 47, 48, 49 elə. Bəli. 47. Buyurun, 47-dən deyin. Var 47-dən. Var müəllimə. Bir də müəllimə 17-yə baxa bilərik. Heç kimin səhvi yoxdursa. Var 17-yə kimi.
Xeyr. Yox. Aslında müəllimə, Onu burada səhv deyil. Orada bir Hı hı. sizə bir şey soruşacağam. Bir dənə oxuyum Hı hı. onu. Bəli. Deyir ki, 3-cü sinif şagird olan Əhməd kitab oxumağı sevir. Bunu bilən müəllim hər dəfə digər şagirdlərə Əhmədi nümunə gətirib tərifləyir. Verilən hansı müəllim fəaliyyətinin nəticəsidir? Müəllimə, burada əslində bilirəm, bu şagirdi bu qapalı düşüncəyə salır da, bu bunu Hı hı. tərifləyirsə. Hı hı. Sadəcə bir sinə bilmək istəyirəm. Burada situasiya necə ola bilər ki, mən bilim ki, bu o sosial valideyn mənə təsir kimi müşahidə, o deyir ki, uşağı tərifləyirəm ki, qarşısındakı ona baxsın ki, Hı məsələn, burada hı. hər dəfə sözünü götürsə, desə ki, bunu bilən müəllim o Əhmədi tərifləyir ki, uşaqlar da ondan nümunə götürsün. Yox. O olsa onu C götürə bilərik. Digər şagirdlər yoldaşa bax oxumağa başlayacaq. Yox, burada bilirsiz, biz necə tuturuq söhbəti? Burada müəllim nümunə göstərir. Siz bildim, siz şey deyirsiniz, bandurada dolayı möhkəmləndirməni. Orada nümunə çəkmək yoxdur ki. Orada müəllim prosta deyir, Əhməd, afərin sənə nə qəşəng oxumusan dərsi belə. Sırf Əhmədə deyir sözlərini. Mən də baxıram ki, müəllim Əhmədi təriflədi. Qoy gedim mən də oxuyum ki, gələn dəfə məni də tərifləsin. Görürsüz, burada Əhmədi bizə nümunə çəkmədi. Amma burada deyir ki, Əhmədi nümunə gətirib tərifləyib. Baxın Əhməd necə ağıllı uşaqdır. Bax, bu xalqın uşağıdır məsələndə. Yəni bunu açıq-aydın nümunə çəkir. Bir də var ki, bandurada deyir ki, Əhməd, afərin, tapşırığını nə qəşəng düz yazmısan. Hə, həmişə belə ol. Bunu sırf Əhmədin özünə deyir. Kiməsə nümunə çəkmir. Belə olan halda banduradır. Amma Əhmədi kiməsə nümunə çəkirsə, bu artıq rəqabət formalaşdırmaq deməkdir. Müəllim elə bil ki, iki bacı qardaşdır, ana evdə, məsələn, uşağın biri evi təmizləmir, otağı məsələn Aha. yığmır. Deyir ki, Bəli. o birisini eşitdirmək istəyir də. Deyir məsələn, Ay nə yaxşı sağ. otağı səliqə salmısan. Ay sağ. Bəli. Və Bu onu bandura. bu banduradır da, düzdürmü? Bəli. Bəli. Amma desə ki, bax qardaşıva ya da bax bacıva, afərini görürsən, nə yaxşı uşaqdır, necə yığışdırır, amma bir də sənə bax. Belə deyəndə bu artıq qapalı düşüncəyə salır. Bildim, mən də bildim. Getdik. 18-də də bilən. Baxa. Bəli, 18. Deyim, mövzu 2-ci Dünya müharibəsi idi. Bu səbəbdən müəllim sinifdə müharibəyə aid video göstərdi. Göstərilmiş videoda müharibə səbəbilə həyati təhlükəsi olan vətəndaşların qeyri-qanuni yolla digər dövlətlərin ərazisinə keçməyə çalışdığı zaman mindikləri qayığın batması nəticəsində həyatını itirdikləri bildirilir. Videonu izləyən Pərvin deyir, insanların təhlükəsizliyini təmin etməyə çalışarkən həyatlarının itirilməsi nə dəhşətli bir şeydir. Belə zamanlarda sərhədlər açılmalı, insanlar ərazilərə rahat keçməlidir. Bu, mən buna universal etik prinsip yazmışdım. Bunun Pərvinin fikrinə. Göstərilmiş videoda müharibə səbəbilə həyat təhlükəsi olan vətəndaşların qeyri-qanuni yolla digər dövlətlərin ərazisinə keçməyə çalışdığı zaman mindikləri qayığın batması nəticəsində həyatını itirdikləri bildirilir. Videonu izləyən Pərvin deyir ki, insanların təhlükəsini təmin etməyə çalışarkən həyatlarını itirməsi nə dəhşətli bir şeydir. Deyir ki, yəni belə deməli zamanlarda sərhədlər açılmalı, insanlar digər ərazilərə rahat keçməlidirlər. Bu ədalət axtarandır. Bu deyir ki, yəni məsələn belə bir müharibə varsa, açın sərhədi cəmaət keçsin də. Niyə bu müharibədə günahsız insanlar məsələn ölür və ya da uşaqlar ölür? Deyir, necə də haqsızlıqdır ki, güya həyatlarını qurtarmaq istəyirlər, güya xilas olmaq istəyirlər. Amma nə baş verir? Dəqiqə, zəhmət olmasa. Hə, amma deyir nə baş verir? Deyir, cəmaət həyatını qurtarmaq istədiyi yerdə gedib boğulub ölür. Aydın oldu mu? Yox, mən Aydın olmadı. bildim, sizin dediyinizi başa düşdüm, onu bildim. Amma burada elə bil ki, məsələn, bilirsiniz necə, yəni daha tam olaraq o ədalətliliyi falan o cümlələrdən, yəni o Cümlələri bəli qurmayıb, amma mahiyyəti tutmalısınız da. Deyir ki, yəni nə qədər ədalətsizlikdir ki, yazıqlar güya həyatlarını qurtarmaq istəyirlər, gedirlər dənizdə batırlar. Elə bundansa açsınlar o sərhədi, günahsız insanlar çıxsın ölkədən, sonra eləsinlər müharibələrini. Bunu demək istəyir ki, yəni nə qədər haqsız dünyadır ki, bu insanlar yəni niyə ölməlidir ki, sərhəd açsın, çıxsınlar da, bunlar niyə qeyri-qanuni yolla qaçırlar? Heç ona qaça bilmirlər, deyir, ölürlər. Anladım. Aha, sonra? 5-ci sualda düz yazmışam, amma nəsə bir dəqiqə. Ha, bu C var müəllimə. Beşdə? Bəli. Aha.
Metakognitiv bacarığın təlimdə metakognitiv bacarığı təlimdə formalaşdırmaq şagirdlərin real həyat bacarıqlarını təmin etmiş olur. Bu elə bil ki, demək istəyir ki, yəni metakognitiv bacarıq sırf real həyat bacarığı deyil, o mənada məndə. Metakognitiv bacarığın təlimdə formalaşdırmaq şagirdlərin real həyat bacarıqlarını təmin etmiş olur. Hə, təlimdə formalaşdırmaq deyil. Baxı, əksinə metakognitiv bacarıq real həyat bacarığıdır. Niyə? Çünki real həyatda da özümü tənzimləməliyəm, öz hisslərim, özümü dərk. Bu real həyatdır. Amma məsələ nədir? Deyir, təlimdə formalaşdırmaq. Bunu əslində uşağın özündə formalaşdırmaq lazımdır. Bu akademik bilik bacarıq deyil ki, bunu təlimdə formalaşdırır. Hə, bildim, indi tam başa düşdüm. Bəli. Müəllimə, bir dənə bu sualın altına da baxa bilərik Zəhmət olmasa. Bir də eyni Nəyə? sualın altına da baxaq da Zəhmət olmasa. Alsın. Müəllim şagirdlərin praktik bacarıqlarını yoxlayarkən şagirdlər prosedural bilikdən hədə praktik nədir? Bu Artıq deklarativ biliklərdir. Düzdür, onu bildik, o faktolojidir. Sadəcə mənə bu praktik bacarıq deyil. Bunu yəni bu heç praktikçi tətbiq eləyə bilməz. Yəni ancaq bunu əzbərçi formada desin. necə? Yəni demək istəyirəm ki, yəni bunu belə ancaq belə əzbərçi formada mənim soruşur, bəlkə praktik bacarığını nəsə tətbiq eləyərkən yoxlayır. Zaten burada da onu demirmi? Hə. Onu deyir də, deyir praktik bacarıqlarını yoxlayarkən prosedural bilikdən istifadə edir. Deyil. Ha, bu doğrudur da onda. Ha. Bəli, Amma bəli. yəni heç demədim. Çatdım. Getdik. Digər 48-dən mənim neçədir bu? 3. Niyə səsləşdim? 48-də 3. Aha. Hə, bu bilirsiniz niyə səhv çıxıb? Axı dəyişildi bu mövzu. Ha, bu məndə də mən nəsə. Ona görə. İndi ambivert yoxdur axı. Mən bu il dəyişib də. Yox. Hə, bu kitab əvvəl çıxıb da. Bu kitabdan sonra təzəsi bir də çıxdı. İndi biz ambivert götürmürük. Yo, ambivert. Ambivert deyə şəxsiyyət tipi var dünyada, amma kurikulumdan çıxartdılar. Onda mənim biz buna bu niyə anında ambivert olurdu ki? Mən burada axı məsələn köhnə ilə götürsəydik, şagird müzakirələrdə olmağı, qərar qəbul edərkən ətrafın fikrini almağı sevir. Müzakirədə olmağı sevirsə bu ekstravertdir. Hə, qərar qəbul edərkən, hə, özü alır da, ona görə. Bəli. Ay, sağ ol. Düzdür. Amma indi əsasən necə götürəcəyik? Yəni ekstravert götürürük. Bəli, daha ambivert götürmürük. Ha, ekstravert onda verbal. Elə mən götürdüm yeydə. Elə olur da onda. Bizdən çox Verbal. növü zəkanı soruşursa, verbal müzakirəyə görə Bəli, ona görə götürmüşəm. yox, indi belə deyim də, indiki qaydaya görə sual dəyişməlidir. Verbal yox, düzgün deyil. Burada əslində bizdən daha çox şəxsiyyət tipinə, intellekt tipini soruşur. İntellekt tipi də yəni fərd daxilimi şəxslər arasında onu soruşur. Onda gərək sual dəyişsin. Verbal amma uyğun deyil. Burada söhbət əsasən qərarla bağlıdır, sözlərlə bağlı deyil. Onda şəxslər arası götürməliyik də, hə? Çox növlü. Bəli, şəxslər arası. Getdik. Bir də 16-da var. 16-ya qədər var. 13-ə baxaq müəllim. Tamam. 14-ü sonra hansısa müəllim oxuya bilər mənim. Mən deyə bilmirəm burdan sizə. 11. 14-ü müəllimə. Hə, 13-ə baxaq, sonra 14. 13 oxuyun, sonra da 14 oxuyun. Qəbul etdiyi qərarı vəziyyətə uyğun ətrafın fikri nəzərə alaraq dəyişir. Anların bu davranışı onun şəxsiyyətin hansı tipində, emosional sahənin hansı mərhələsində olduğunu göstəricisidir. 13-ə baxırıq. Bəli, müəllimə. Bu da dəyişib də ona görə. Ambivertlər hansı sualda varsa oxumaq mənasızdır. Bəli, yaxşı. 14-ü amma oxuyun. Mən oxuyum. Bəli. Samir yaxınları tərəfindən öz fikri olmayan biri kimi tanınır. Bu onun hansı şəxsiyyət tipinə aid olması və emosional sahənin hansı mərhələsinin zəif inkişafının göstəricisidir. Özünə aid yəni fikir yoxsa kənar şəxslərin fikrini qəbul edir. Bu da ekstravertdir. Artıq belə tanınırsa, yəni tanınırsa bilinir də necə adamdır. Bu da Onun xarakteri budur. Ay, sağ ol.
Növbəti Mən 16-nı heç oxumayaq, özüm bildim yəni. bildiniz. Tamam. Getdik 16-dan sonra. Yoxdur burada. Geçdik onu 49. 49-da 6-nı. 6-ya mən də deyirdim. Buyurun oxuyun siz. Burada deyir ki, müəllim bir sinifdə şagird mərkəzli, digər sinifdə isə müəllim mərkəzli metod və üsullardan istifadə edir. Tətbiqdən əvvəl və sonra hər iki sinifdə şagirdlərin nailiyyətləri arasındakı fərqi müəyyənləşdirdi. Bizdən də deyir ki, aşağıdakılardan hansı bu tədqiqatlarda müstəqil dəyişəndir? Müstəqil dəyişəndir, yəni ki, öz necə deyim, ixtiyarsız olaraq dəyişir də. Yəni burada müəllim nəsə eləsə də eləməsə də dəyişəcək bu. O mənada Aha. deyil. Bəli, bəli. Yazmışam müəllimə bura mən də. Bilmirəm siz Nə nə yazıb? Nə Nə yazmısınız? yazmısınız? bu. Bu özgüvənin formalaşması. Yəni Yox, bunu müəllim məsələn, eləmir ki, bu özgüvən əslində düzdür, müəllim orada nəsə tətbiq eləyə bilər, amma Əslində burada müəllimə baxın, C-də uyğun gəlir şagirdlərin dərsdə iştirak səviyyəsi. Əgər şagird mərkəzlisi aktiv olur, müəllim mərkəzlisi isə passiv olacaq da, istər-istəməz. aha. Sonra üsul və formada da ola bilər. Çünki formada məsələn müəllim ancaq özü şey eləyirsə, bu yenə də məsələn kollektiv əsasən olurdu da, elə başa düşürəm. Məsələn cütlər, formalar, istər-istəməz yəni orada da dəyişiklik olur deyə düşünürəm, D-da da. Burada biz siz sualın mahiyyətini tam tutmamısınız. Belə deyim də sizə deyir ki, bunlardan hansı bu tədqiqatlarda müstəqil dəyişəndir? Yəni müstəqil formada bunu dəyişə bilərik. Məsələn, istər ənənəvi, bizdən həm şagird, həm müəllimə, həm ənənəvi, həm indiki sistemi soruşur da. Hər ikisində də istifadə olunan üsul və formaları müəllimin hüququdur yəni də, istədiyi kimi dəyişə bilər. Amma müvəffəqiyyət ballar arasındakı fərq, bu müəllim bu müstəqil şəkildə dəyişə bilməz ki, necə dəyişə bilər? Uşaqlar nə alıbsa odur. Nə bilim, şagirdlərdə özgüvənin yaradılması bu artıq müəllim mərkəzlidə yoxdur, bu ancaq şagird mərkəzlidədir. Şagirdlərin dərsdə iştirak səviyyəsi, məsələn, müəllim mərkəzlidə passivdir, şagird mərkəzlidə aktivdir. Bizdə nə deyir? Tətbiqdən əvvəl və sonra müəllimə hər burada ikisini bax, şəkildə aydınlaşdırır. bilmirəm, məsələn, mən elə başa düşməmişəm. Mən elə bilirəm ki, burada demək istəyir ki, bu müəllim bu hər iki metodu istifadə edir də, düzdürmü? Sonra bunu Aha. tətbiq eləyəndən sonra bu müstəqil formada hansı dəyişir də? Ya bu müəllim, balı müəllim özü eləyir də, bu müstəqil dəyişmir axı. Dərsdə iştirak səviyyəsi müəllim bu forma metodu iştirak məsələn eləyir. Tutaq ki, bütün siniflə eləyir, o hamını cəlb eləyir də. Bu yəni müəllim özü dəyişə bilir də. Formanı falan da, uşaqlara yanaşmanı da. Məsələn düşündüm ki, özgüvən, yəni müəllim əslində hansı iş üsulunu tətbiq etsə belə, yəni bu cütlə fərddə hansı olur olsun, yəni bunu özü eləyə bilməz də. Yəni bu özü müstəqil uşağın içində yəni dəyişən bir şeydir. Mən isə belə başa düşmüşəm bunu. Ona görə B götürdüm. Özgüvən şagirdin içində dəyişmir ki, özgüvəni biz onda formalaşdıra bilməsək, yəni necə forma, o mühiti yaratmalıyıq biz. O mühiti yaratmasaq, uşaqda özgüvən formalaşmaz. Yəni özgüvən uşağın özlüyündən gələn bir şey deyil də, o bizdən çox şey asılıdır. Yəni burada sualda müəllim deyir ki, əslində müəllim dəyişə bilər. Bunu demək istəyir, hə? Bizdən soruşun, müəllim nəyi dəyişir? Müstəqil şəkildə dəyişir. Müstəqil deyir axı. Bu müəllim Tətbiqdən əslində bu sual əvvəl və ilə sonra. nə demək istəyir? Mən onu anlamadım. Bunu özü müstəqil dəyişən nə deməkdir? Yəni öz-özünə dəyişir, yoxsa bu müəllim müstəqil dəyişə bilər? Baxın, deməli sualda bizdə nə istəyir? Müəllim bir sinifdə şagird mərkəzli, burada başqa-başqa siniflər edirik. Bir sinifdə şagird mərkəzli, digər sinifdə müəllim mərkəzli nəsədə üsullardan, metod və üsullardan istifadə edir. Tətbiqdən əvvəl, indi bu nəyisə yoxlamaq istəyir də və sonra hər iki sinifdə şagirdlərin nailiyyətləri arasındakı fərqi müəyyənləşdirir. İndi burada bizə deyir ki, aşağıdakılardan hansı bu tədqiqatlarda, yəni bu hər iki sinifdə keçirdiyim tədqiqatda müstəqil dəyişəndir. İndi biz də deyirik ki, cavab niyə üsul və formalar çıxıb da? Çünki belə deyim də, müəllim istər-istəməz özü bilərək də siniflərin birində şagird mərkəzli, birində isə müəllim mərkəzli, yəni yanaşma tətbiq edir. Yəni bu bilərək edir. Yəni müəllimin dəyişdirdiyi, nə bilim müəllimin idarə etdiyi üsul və formalar burada müstəqil dəyişəndir.
Çünki müəllim özü müstəqil şəkildə və bilərəkdən, qəsdən bir sinifdə şagird mərkəzi edib, bir sinifdə müəllim mərkəzli edib. Hə, burada artıq nə olur? Məsələn, müstəqil dəyişənin təsiri nəticəsində nə baş verir? Qiymətləndirmə baş verir. Çünki burada deyirik ballar arasındakı fərq. Bəli, əlbəttə şagird mərkəzlidə ayrı, müəllim mərkəzlidə ayrı-ayrı ballar olacaq. Sonra burada nə vardı? Deməli, şagirdlərə özgüvən məsələn, şagird mərkəzlidə özgüvən olacaq, müəllim mərkəzlidə yox. İştirak səviyyəsi birində aktiv, birində passiv olacaq. Müəllimin şagirdlərə yanaşma səviyyəsi birində reaktiv, birində proaktiv olacaq. Bir dənə müstəqil şəkildə dəyişən istifadə olunan üsul və formalardır ki, orada da, burada da müstəqil şəkildə dəyişilir. Bildim, mən başa düşdüm. Mən sualı səhv başa düşmüşəm. Müstəqil dəyişən deyəndə elə bilmişəm ki, müəllimdən və ya da şagirdlərdən asılı olmayaraq dəyişir. Onu düşünmüşəm. Siz asılı olmayaraq dəyişir deyə götürmüsünüz. Mən də heç mən siz dediyiniz Hə. nisbətini heç başa Bunu müəllim dəyişdirə bilər. Ay sağ ol, bəli, ya bunu bilərəkdən edir. Ay sağ ol, bəli. Başa düşdüm. Məsələn, yəni ki, o şagird mərkəzlidə məsələn daha indiki sistemin iş üsulu və formalarından istifadə edəcək. O birisində məsələn nədən istifadə edəcək? Tutalım da bütün sinifli iş formasından. Yəni nə qrup olacaq, nə cüt olacaq. bildim. Mən də tamam başqa cür təhlil eləmişəm bu sualı. Heç siz dediyiniz kimi yox. Başqa cür başa düşmüşdüm mən də. Mən elə o sualın özündən başa düşdüm ki, siz mahiyyəti düz tutmamısınız. Biraz sualı elə qəliz qoyurlar ki, Mənim təlim modeli deyəndə, məsələn, biz ora modellərin içində differensial təlimi götürə bilərik. yox, differensial təlim modeli deyil. Məsələn, baxın bu 9-da var. Aha. 9 dediyi onsuz differensial təlimə uyğundur. Onu bilirəm. Sadəcə təlim modelindən istifadə edib deyəndə onu götürüb də o məni biraz çaşdırdı ki, Yəqin sualın şərtini səhv qoyub. Qoy görək, müəllim bir neçə şagirdin dərsi çox tez öyrənib müşahidə etdi. Buna görə də həmin şəxslə kompüterdən istifadə edərək daha mürəkkəb tapşırıqlar verdi. Öyrənmə fəaliyyətində hansı təlim modelindən istifadə? Təlim modeli deməyib başqa şey yazsaydı daha rahat olardı. Çünki bir differensial təlim modeli deyil. Fərdiləşdirilmiş təlimdir. Şərti səhv qoyub sadəcə, model yazmamalıydı. burada 11-də var. 11, aha. Sual verirəm. Deyir ki, Günel orta məktəbdə uğur qazanan və müəllimləri tərəfindən bəyənilən şagirddir. Lakin son vaxtlar sinif rəhbəri Günelin ümumiyyətlə kədərləndiyini, motivasiyanın azaldığını müşahidə edib. Problemi aradan qaldırmaq üçün nə etməlidir? Mən burada müəllim yazmışam ki, bilirik ki, birinci şagirdin özü ilə danışmalıdır, amma variantlarda yoxdur. Sonra olaraq da ki, dedim, ikinci olaraq da valideyni məktəbə dəvət etməlidir. Onu, yəni valideynlə danışmalıdır deyə düşündüm. Baxın, nə vaxt ki sualda görürsünüz, Sonra yəni valideynlə danışandan sonra yəni psixoloqla danışarıq da, görsək ki, ciddidir problem, ondan sonra mən elə düşündüm. amma belə bir şey var da, bəlkə bu uşağın kədəri elə ailədən gəlir. Bəlkə bunu evdə bütün gün döyürlər. Valideyni niyə çağırıb? Ona görə birinci, bax, hardakı suallarda kədər, motivasiya düşüb, əvvəllər yaxşı idi, indi amma tamam başqa cür dəyişib uşaq. Bəlkə də bullying hadisəsi var, bu da ola bilər. Yəni ki, burada sırazı valideynə qaçmırıq. Çünki bir ehtimal, bəlkə elə bu kədər evdən gəlir. Bilə bilmərik axı. Ona görə bunu da bilmək üçün psixoloq yaxşıdır da, yəni o üzə çıxara bilir. Psixoloqla danışandan sonra, bəli, artıq direkt valideyni də çağırmaq lazımdır valideynlə. Ya da ki, psixoloq və valideynlə birlikdə də ola bilər. Dediyim kimi, bu bullying hadisəsi də ola bilər. Məsələn, bullyingdə də deyirdi yaxı, müəyyən etmək üçün psixoloq və valideyn əməkdaşlığı mütləqdir. İkisində də var. Amma məsələn dərslərindən gerilik, amma məsələn necə olanda məsələn valideynlə əlaqəsi, məsələn bildim burada kədərləndiyinə görə, şeyə görə, birinci psixoloqla danışırıq. Amma bir də valideyn müəllim necə olurdu o situasiyada valideynə gedirdikdə psixoloqdan əvvəl? Bu artıq şagirdin davranışları ilə bağlı olarsa, nə cür davranış, nə özün pis aparması ilə bağlı. Tutalım, mən gözlənti qoymuşam, prosedur qoymuşam, əməl etmir, qaydaya çevirmişəm, əməl etməyib, cəza vermişəm, xeyri yoxdur, artıq valideynlə danışıram. Nə bilim, dərsə gecikir. Nə bilim, vaxtında yerinə yetirmir tapşırıqları 1 dəfə, 3 dəfə, 5 dəfə olmur da. Artıq valideynlə danışırıq.
Məsələn, 2 dəfə dərsə gecikib. Mütləq şəkildə, indi normal olaraq da valideynlə danışmaq lazım. Bəlkə heç valideyn xəbəri yoxdur, bəlkə bu başqa yerə gedir, gəlir. Ya da dərsə gəlmir. 2 gündür dərsə gəlmir. Bayaqların bir hadisə eşitdim də, səhər-səhər dəhşət, o qədər pis oldum ki, Amerikada baş vermiş. Hətta deyir ki, artıq son günlərdə neçənci dəfədir belə bir hadisə olub. İndi insanların da təbii ki, yorğunluğu mu deyim, dərd-sər mi deyim, problem mi deyim, hər nədirsə, atıb uşağı götürür səhər-səhər ki, bağçaya aparsın. Nəsə gedir desən mağazaya düşür, hər nə edir, ondan sonra çıxır gedir işinə. Uşaq qalır maşında, 38 dərəcə isti, axşama qədər. Sonra da gəlir minir maşına, gedir ki, uşağı bağçadan götürsün axşam. Bağçada da deyirlər ki, siz uşağı gətirməmisiniz. Adam deməli hələ bir də maşına minib, uşaq Allah evlərdən uzaq eləsin. Uşaq maşında ölüb, xəbəri yoxdur. Hələ bir də maşına minib, gedib uşağı bağçadan gətirməyə. Orada da deyiblər yoxdur. Sonra da məlum olub ki, ata ümumiyyətcə unudub uşağı bağçaya qoymağı. Uşaq da 38 isti ilə qalıb maşında, orada da ölüb. Yəni bu sözümü niyə deyirəm? Bəzən olar ki, uşaq bir gün dərsə gəlmir, 2 gün dərsə gəlmir. Mütləq valideynə demək lazım. Bəlkə valideyn elə bir ki, uşaq elə məktəbə gəlir, gedir. Belə halları, yəni mütləq və mən də məsələn səhər-səhər ona görə öz-özümə əsəbləşirəm ki, bəs bu bağça niyə zəng elib demir ki, ay valideyn, nə əcəb gətirməmisən də, uşağı bu gün gəlməmisiniz. Bəlkə o desəydi, bu tez aylardı. Çox pisdir ya, özü uşaq. Bəli, çox-çox. Yəni səhər o xəbəri eşidib, yəni çox bərbad bir günə başladım da və öz-özümə də o qədər deyinirəm ki, necə yəni bu gərək bağçadan heç olmasa zəng eləyərdilər ki, ay valideyn, nə əcəb bu gün uşaq xəstələnib. Hə, onda da bir o da aylardır ki, necə yəni aparmadım ki, tez aylardı gedərdi uşağı oradan götürərdi. Hə, nə o maraqlanmayıb, nə bu belə, yəni belə bir şey ortasında da uşaq ölüb. Yəni çox həqiqətən pis hadisədir və deyir bu artıq neçənci dəfədir bu yaxınlarda baş verir. Belə insanların unutqanlığı, mən yenə də hər şey telefonda görürəm. O qədər girirlər. O deyir res videosuna baxmaq, reslərə baxırıq. O deyir beyni qurudur, çürüdür. Bax belə şeylərdir də beyni qurudur. Belə. Burada başqa sualınız? Müəllim, 17-yə baxaq da. Bəli, baxaq. Müəllim şagirdlərdən soruşdu. Çaylar duzlu olsa nə olardı? Sonra 10 dəqiqə vaxt verdi və fikirlərini qeyd edib müzakirə etməyi tapşırdı. Müəlliməsini bunu o qədər də başa düşə bilmədim. Burada Deməli birinci bax sual verib, çaylar duzlu olsaydı nə olardı və 10 dəqiqə vaxt verib. Deməli fərdidir. Sonra da deyib ki, fikrinizi qeyd edin, müzakirə edin. Müzakirə edin, çünki bir dənə sual verib, bax bir sual ətrafında müzakirə edilir, deməli bütün siniflədir. Elə. Mən də başa düşə bilmədim ki, bunlar birlikdəmi eləyəcəklər? Bu kiçik böyük qrup nədir? Hə, başa düşə bilmədim sualı heç. Hə. 17-dən sonra Burada mənim 20-ni bir dənə soruşacaqdım. 20. Mən məsələn deyir ki, müəllim şagirdlərə istilik vermə prosesində enerjinin saxlanmasına dair sadə məsələləri həll etməyi tapşırır. Burada tapşırır, hələ tətbiq eləmirlər deyə Tətbiq, ay sağ, anlamaqdır. bəli, hələ tətbiq yoxdur, hələ tapşırıqdır. Mən də dedim ki, bəlkə burada nəsə qayda falan var, mən görmədim. Hə, bildim. Əgər otursa, tamam. Mən tətbiq etmə yazmışdım ki, müəllim tapşırır, axı bunlar gedib bunu tətbiq eləyəcəklər. Həll Yəni o eləyəcək, cür bəli. düşünmüşdüm. Bütün bu. Belə, bitdi. Bir dənə biz MHM bitirmişik elə. Mənim elə 2 dənə sınavı qalmışdı. 39 40. O ilə qurtarırıq mən. Aha, vermişəm evə. Bəli. Aha. 39 40. Deməli bu iki kitabla da sizlə bitdik. 125. Aha, deyin. Deyirsinizmi? Sınaq 39. Mənim səhvim yoxdur heç birindən, ikisindən də. Çox qəşəng. Növbəti var. o birisində bir dənə, məndə o birisində bir dənə var. Sınaq 40-da. 40-da bir dənə 30. 45-i soruşacağam. Tamam. O da bilmirəm nə idi. 45. Aha. Bir də soruşacaqdım, buradan sual qoymuşam.
tənqidi düşüncəli insan haqqında deyilən fikirlərdən hansı biri yanlışdır? Burada nəyi soruşacaqdım mən? Hə, bir dəqiqə oxuyum. Deyir, problemi sistemli şəkildə həll edirlər. Bu düzdür, tənqidi təbii. Bəli, düzdür. Təfrədən və müxtəlif mənbələrdən. Müəllimə, hə, siz burada nəyi soruşdum? Hə, Ceyni soruşurdum. Deyir ki, fikirləri təhrif etmədən çatdırırlar. Müəllimə, Hə, təhrif etmədən çatdırırsa, demək bu olduğu kimi deməkdir. Bunlar öz üstünə qoyub öz sözü ilə arqument gətirək demirdilər. Yox, təhrif etmədən odur ki, yəni ki, birin üstünə 5 qoyub danışmır, şişirtmədən. Nəyi necə eşidibsə olduğu kimi çatdırır. Hə, mən elə bildim ki, bu biz necə o şey kimi də faktoloji biri kimi götür necə var deyir. Axı bu axı özündən arqument gətirək. Elə mən bu o Hə. cür deyirik, təhrif Yox, elə etmədən, bil ki, məsələn, dəyişmədən. mən bir xəbər eşidirəm, gedib onun üstünə də 5 qoyub danışmıram da. Necə elə də çatdıracam sizə? Axı ədalətlidir bu. Başa düşdüm, başa düşdüm. Elə onu soruşurdum. Aha, belə. Bitdi, heç kimdə yoxdur. Yox, başqa yox idi məndə. Tamam. Deməli, belə. Onda bu da bitdi. Təbrik edirəm. Edu bitdi. Bütün kitabları bitirdik. Heç nə. Mən sizə indi bir qrafik oturub birazdan müəyyən edəcəm. Həmin qrafikə uyğunda da hamıya eyni tapşırıqları verəcəm. Yaxşı? Yaxşı. Mənim indi Oldu. bizim Bəli. məsələn günümüz dəyişir, yoxsa digər qrupları bizlə salırsınız, yəni? Yox, əslində sizin gününüz, elə əslində sizin gününüzü dəyişmək istəyirəm də, belə deyim, 2-5-i boşaltmağa çalışıram. Çünki 2-5 məndə dolmaq üzrə. Yəni bütün günü menecerlər mənə yazır, qrafik verir. Mən də deyirəm, hardan verim, yoxdur qrafik. Və müsahibə mərhələsində müəllimlər oradan səbirsizlik edir ki, biz narahatıq, nə vaxt başlayacağıq. Məndə qrafikim yoxdur. Ona görə mənə də deyildi ki, onsuz da hər qrupda 3-4 adam qalıb və hamı təkrardadır, proqram bitib, zaten sual cavab edirik. Ona görə qrupları birləşdirin. İndi sizin Mən- belə başa düşdüm ki, ixtisasa görə qalırsınız, hə? Sadəcə salsanız, axşam elə saat 9-da olar da mənim yəqin Hə, ki. bəli, tamam, 9-a salaram. Mən də müəllimə bu saatda çünki o bizi dəstəklə şeylə. Mən istənilən gündə bu saatda o qoşula bilərəm, Tamam. amma digər saatlar yox. Yaxşı. Tamam, yaxşı. Oldu. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.